Kimin ki qeybətini eləmək keçdi, səhər çıxanda evdən, gördün kimdənsə acıq düşüb qəlbivə. Ürəyin sıxılır, nəsə demək istəyirsən. Gəldi bu fikir zehnivə, o saat kimisə gör, başda onu tərif etməyə. Görün eləyə bilirsiniz bunu. Çox çətindir ya bu. Gecə namazından da qılmaqdan da çətindir bu. Aylarla oruç tutmaqdan da çətindir bu dediyim məsələ. İnanın mənə, bir nəfərdən acığın gəlir, səni aldadıb, məsələn demişdi borcu 3 gündən sonra verəcəm, indi gətirib çatdıra bilmir müəyyən səbəblərdən. Düzdür, o da yəni belə bildiyim bilə-bilə belə eləyir, elə yoxdur. İndi çətinliyə düşüb gətirib qaytara bilmir. Sən də ürəyin sıxılır, bir nəfərə danışmaq istəyirsən, məsələn bu məndən borcu aldı, qaytarmadı. Düzdür? Sən evdən çıxanda bu fikir gəldi zehnivə, mübarizə apar özündən. Mən ondan yaxşı danışmalıyım. Kimi gördün də o qardaş çox imanlı qardaşdır ya, başa danışmalı. Təriflə onu. Gör tərifləyə bilirsən. Çox qəliz məsələlərdən. Danışdığım mövzular çox qəlizdir. Danışırıq, keçirik, gedirik. Bilmirəm, özümə də deyirəm, sizə də deyirəm, nə qədər həyatımıza tətbiq edirik. Və bizim inkişafımız üçün lazım olan əməl həmən əməldir. Allah qatında ucalmaq istəyirsiniz, həmən əməl o əməldir. Xasiyyətimizin ziddini olan əməlləri eləyin, ucalacaqsınız Allahın qatında. 100% sizə deyirəm buradan. Nə ki sənin xoşun gəlmir, onu elə. Onu eləsən ucalacaqsan. Çünki səndə ruhunda ona ehtiyac var. Ruh naqis qalıb. Ruh o yeməyi yeməyib, o qidanı qəbul eləməyib. Ona ruh inkişaf eləməyəcək. Yaxınlaşdı məsələn bir nəfər, ya Resulallah tövsiyə edirsən mənə? Dedi bəli. Dedi nə? İhvaz lisanək, dilivi qoru. Avsini, başqa sözdür mənə. Dedi ihvaz lisanək, dilivi qoru. İkinci dəfə. Baxdı belə peyğəmbərə, dedi peyğəmbər, bir də bir söz dedə mənə. Dedi vay həkə, vay olsun sən. Yəni sənin dərdivin, dərmanın deyirəm, sənin imtihanın dilivi qorumaqdadır. Yəni mən səni tanıyıram, sən neyinirsən. Vay həkə, vay olsun sənə. Sən bilmirsən ki, çox insanlar elə dilinə görə geyəcək cəhənnəmə. İnsanların çoxsu dil günahı ilə geyəcək düşəcək cəhənnəmə. Dillərini saxlaya bilməyiblər, ona görə gedib düşüblər cəhənnəmdə yanırlar. Cəmiyyətdə hörmətdən düşüblər, dillərini qoruya bilməyiblər. Tapın xasiyyətinizin ziddini icra edin. Və düşüncələrinizi değişin get-gedə. Değişildi, inşallah görürsünüz ki, nicat tapmışsınız və bir mənəvi bir aləmdə qədəm qoymuşsunuz və hərəkət edirsiniz.